Hamınıza salam dostlar. Bugün PES 2025 mobilda 8-ci liqa düşməyə çalışacağam təzədən. Bildiyiniz kimi keçən bölüm düşə bilməmişdim. Qadını indirdim. Keçən bölüm düşə bilmədim. Bir oyunu utdum. Digər oyunda məndən güclü olan bir rəqibim məni utdu. İndi 8-ci liqa düşəcəm. Bir neçə etkinlik oynayacağam və yeni necə deyim, sol kanat və ya stoper almağa çalışacağam. Devam ediyor. Nostalji. Buna təsadüfi anlaşma bir dənə də qəşəng. Yaxşı oldu. Messi var bu arada. Buradan 10. Bunları alın. Təsadüfi anlaşma var en azından. O təsadüfi anlaşmalar yaxşıdır. Bir də bildirimlərdə nəsə var. Bugünkü bazda nəsə bu. Və başlayaq. Onda sözləşmədən özel oyuncu listesi, nostalji, Roberto Baggio var, Adriano var, bir de Gerard Pique var. Asaq birincini. Pique'ni çıxarda bilirik ya Baggio'nu. Çıxarda bilmədiyi bir şey. Kevin Mbappé'ni çıxartdı. Pisdir Kevin Mbappé. Bizim takımın formu üçün pisdir. Başqa da nəsə var idi elə bil. Bir də nəsə var idi, onu mu? Burada bir şey vardı ama tapa bilmədim onu. Gol olduğunu da yox eləyək. Distansı oyuncu. Bu nədir? Oha! Oyuncun baga girib. Görək. Qabağımızda çox belə şey yoxdur. Min antrenman programı. Frank Ribery verəcək bunun axırında. Frank Ribery-nə bu arada çox işimizə yarayacaq. Bir görevlərdən hədəflərə girək. Nostalji. Buradan isə var başqa. Yüzey futbol. Hədəfləri tamamlayın. 13'də 1. Neyse, biz başlayaq lig oyunlarından. Çox belə uzatmadan. Bunu da aldım burada. 2 dənə antrenman. Gəlin birinizi istəyirsiniz. Bir dənə oyuncumuzu yüksəldək. Takımı. Oyuncular. Davinson Sanchez lazım deyil. Phil Foden yükseltme lazımdır. Seviyen antrenmanı verdik. Phil Foden da yükseldi. 90. Başka da kimsə varsa Alexander Arnold da işlərdə çox işimizə yarayır. Arnold da burada. Onu da verdik. Maxladıq bu oyuncuda. Və bir də biraz səviyyə vermək istədiyim oyuncu. Yorum tapıram. Yox, neysə, lazım deyil daha çox. Çox belə verməyəcəm. Oyuncular, təzə oyuncular sayacaq, onlara verəcəm. Deməli, futbol ligi. PvP. 9-cu ligdəyik, 8-ci liga düşməyə az qalıb. 1 puanımız qalıb sadəcə. Bərabərlik belə bizə 8-ci liga düşürdəcək. Bot verdi niyəsə qabağımıza. Anlamadım. 8-ci ligada belə düşəcəyik. Qabağıma niyəsə bot verdi. Çünki bu qədər test tapdı və şey oynamadı. Bunu botdu. Böyük ehtimal. Bir dənə Messi var. Mən çox belə dəyişik. Ayda, mən sona səviyyə vermədim. İlk 4000 antrenman, yox 10000 antrenman puanına sona verəcəm. Sona lazımdır. Bu da mənim kimidir. Heç nə yoxdur bunda. Heç nə yoxdur deyəndə hər şeyimiz eynidir. İşte başlayaq. Topu aldıq. Dalvarisenovic. Getdik, keçdik. Vura bilmədim. Messi. Dalvarisenovic. 90'a gözəl bir gol. Çox gözəl bir gol. İlk golumuzu atdıq. 5-ci dəqiqədən ilk gözəl golumuzu atdıq. Ümumiyyətlə golumuzu atdıq. Salım atdı bizə. Varisenovic. Keçdik, hop, çəkdik. Vura bilmədim. Mario Gimenez. Maria'dır bu. Maria diye bu. Uzun pas. Son.
Federico Valverde vurdum. Çox hündür atdı. Canlı Donnarumma. Mikel Oyarzabal. Sontaj Valverde. Bunda da Valverde de orta saha. Dalvarez Onovic'dən bir dənə vurdum. Üstdən getdi. Nəysə, çox şey eləməyəcəm. Mən Osimhen'i çıxarda bilmədim. O pis oldu. Kaş Osimhen'i çıxara bilərdim. Osimhen çıxsaydı əgər orta açacaqdım və qol vurma şansım daha çox olacaqdı. Çünki Osimhen yaxşı kəlləyə qalxır. Boyu uzundur deyənə. Qəşəng. Vurdum. Qapısı tutdu. Bəli, korner. Kornerdən qapıya vuracam. Görün vura bilirəm. İnanmıram, vurum. Messi. 0 demək. Çox döndərəm amma. Nəysə. Üzülməyə gerək yoxdur. Başladı. Federico Valverde'dən ala bilmədim. Valverde ilə sıxdım. Ala bilmədim. Varesanovic. Son. Falsolu və çox gözəl bir qol daha. Bir qol daha gözəl vurduq. Cümləyə bax. Neyse, 24-cü dəqiqədə bu qolda vurduq. 8-ci dəqiqə düşəcəyik böyük ehtimal. Bir oyunda oynayarıq ki, bir dənə də online oynayaq. Botla oynamayaq artıq. Belə ora pası qəşəng. Qapıcı tutdu. Son. Valverde ala biləcək. Ala bilmədi. Varela. Aldım. Pas ata bilmədim. Valverde ilə aldım. Qəşəng. Getdik. Pas atdım. Phil Foden. Phil Foden qəşəng bir pas. Son. Dönüb vurduğu üçün pis vurdu. O mənim səhvimdir. Bir saxlayayım. Elə vurardım ki. Mikel Oyarzabal. Anaya. Bunda da Frank Anaya. Mənim takımım eyni deyə bunun takımı. Bir dənə Oyarzabal fərqlidir. Son Heung-min. Montanya. Nədirsə adı o. Barcenovic'dən ala bilərəmmi? Ala bilmədim. Bitsin. Çıxdım, aldım topu. Frank Anaya pas atdım. Son. Messi saxladım, vurdum. Canlı Donnarumma. Bu əslində mənim səhvimdir. Uzaqdan vururam çox. FIFA-ya öyrəşmişəm. FC-yə. Hop, çəkdim, getdim. Pas atdım. Son. Vura bilmədim. Nəysə, nəsə oldu? Offside oldu deyəsən. Offside. Pas attım. Messi. Kəsə bilmirəm. Frank Anaya deyə bir dənə adamı kəsə bilmirəm. Vurdum. Of. Bugün vurduğumuz qollar çox gözəldir. Çox gözəl qollar. Mikel Oyarzabal. Federico Valverde. Ala biləcəkmi? Ala bilmədi. Phil Foden. Ala bilmədi. Aldım. Və birinci yarı belə bitdi. 3-0 duram. Bu əslində bot olduğu üçün belə çox belə nədir bu? Önəmli almaq lazım deyil. Nəsə 0 tutduğum. Qollar da ki, yəni kompüterə vurdum da elə bir. Son. Pas atdım. Varesanovic. Gəlişinə bir dənə vura bilmədim. Sontajla. Messi. Bunda da Messi. Hər şeyimiz eynidir. Frank Anaya. Pas atdım. Varela. Pas atdım. Varesanovic. Saxladı. Saxlaya bilmədi. Varesanoviclə. Pas atdım. Canlı Donnarumma. Dank saxladı. Pas atdım. Frank Anaya. Gördüm oradan. Varesanovic. Foden. Qaldırdım qaşa bilən Varesanovicə. Varesanovic! Gəlişinə qol olmadı. Deməli. Canlı Donnarumma başlayır. Uzağa atacaq. Böyük ehtimal. Atmadı. Mikel Oyarzabaldan ala bilmədim. Federico Valverde. Sontajını ala bilmədim. Varesanovic. Yes neydi mən neyim?
Son qapısı tutdu. Vura bilmirəm. Messi. Aldı Messi. Messi deyə öldüm elə. Neyse. Trent Alexander-Arnold. Vurdum. Direk. Phil Foden. Vurdum. Yine direk. Bu nədir? Bu direk nədir belə? Bax bir direk. Bu da deyəsən direk. Bu direkdi ya. Yo. Hadi bu da direkdi. Mənim nə günahım var bilmirəm də. Keçən videoda da elə oldu. Bir oyunda 3 dənə. 3 dənə direk gəldi. Fadiolo. Varasinovic və gol. Neyse, keçək. Gedək. Mikel Oyarzabal. Valverde. Pasını ata bilmədi. Varasinovic. Thomas Parry. Lionel Messi. Phil Foden ala biləcəkmi? Ala bilmədim. Valverde ilə bir dənə top aldım. Valverde topun qabağını kəsdi. Phil Foden. Son. Pas atdı Varasinovic. Kesməyəcək. Canlıcı Donnarumma. Frank Anaydan Varasinovic topu aldı. Qarşısını kəsdi. Pas atdı Lionel Messi. Kəsə bilmirəm də mən. Pəsə görə biraz çalmıyorum. Trent Alexander-Arnold. Bir koşu. Gördü Phil Foden'ı. Phil Foden. Arnold. Pas atdı Messi. Çata bilmədi Messi. Yaşay. Full üzümə qoydum ki oyuncularım yıkılsın qabağa. Oyarzabal. Valverde. Fadiolo. Son. Ben niye plasa vurdum bilmedim. Neyse. Son Heung-min. Mikel Oyarzabal. Messi top alabilmedi. Son. Alabilmedi. Federico Valverde almadı. O Frank Anaya alamadı. Federico Valverde. Aga be. Yaxşı gəlmişdim əslində. Frank Anaya bana topa vura bilmədi. Fazioli nədir? Fazioli deyə bu. Pas attım. Son. Yenə tuta bilmədim. Neyse bitti oyun. Burada çox belə şey eləməyə gerək yoxdur. Yaşay. Bu oyunu tutduq da 8-ci lig. Düşdü 8-ci ligə. Mən Frank Anayanı 56'da almışdım. 4 antrenman programı. Ne oldu? Kime yüksel? Atladım maçları. Oyunda əgər 4 puan yığa bilmədim düşəcəm. 4 yığdım qalacağım. 6'dan yüksək, 6 yığsam, yüksək yığsam kəsəcəm. Bir oyunda oynayaq. Oyun tapsın gələrəm. Bir oyuncu tapdıq uşaqlar, amma çox güclü deyil. 2900 takım gücü var. Mən buna nə edəcəm bilmirəm. Şu 5 dənə atmaz inşallah. Birinci kadrosuna baxım onun. Kadrosuna baxırıq. Oyuncuların yerini pis qoymayıb. Nəysə. 5 müdafiə ilə oynayır. Nədirsə. 5 müdafiə ilə oynayır. Nəysə, mən baxım. Bizim oyuncular çox pis deyil. Şimdi defansif ortası. O Valverde'nin yerini ala bilərəm. Nəysə, belə yaxşıdır. Mən hazır. 4-2-3-1. Uzun topla kontrol oynayır. Bir
dənə bu Frank Anaya deyə burada. Ha, reytingi düşük. Neyindir bu orada? Yedəklərə bax ya. Hazırda da. Mən də hazır olum. Və oyun başlayır. Euro topunu göstərəcək. Oyunu başlatsın. Başladı. Madrid vs Barcelona. El Clasico. Deməli. Oyun başlayır. Başladılar. Ayda bu taktikdən belə gedənlərdə zəhləm gedir də. Kayset oyna. Pas attım son. Son gedir. Vurdum. Tuttu. Heyf kaş plase vurmayaydım. Messi. Kaldırdım son. Vura bilmədi son. İyi. Və hələ belə olur mən də. Qəşəng başlayıram, pis bitiririm. Mario Gimenez. Uzaqlaşdırdım. Phil Foden. Bir dənə pas vermədim ki, malam da. Ayda, Mbappe ilə vuracaq. Oo, vura bilmədi. Sağa çəkib plase vursaydı, sola da doğrusu, sola çəkib plase vursaydı gol olardı. Uzun oynadım. Messi'ye pas. Caicedo daha doğrusu. Caicedo neydi? Hey, çok pis oldu da. Pas attım. Eşek. Son yenə gedir. Son. Vurdum. Vura bilmədim. Çox pis qabağımı kəsir. Gedə bilmirəm. Geçsəm də vura bilmirəm. Pas attım. Frank Anaya ilə pas attım. Ayda. Götürə bilmirəm. Götürdüm də çəkə bilmirəm. Bu nədir? Belə niyə olur? Caicedo, Griezmann, Akanji, Varela. Aldı da topu. Varela aldı da. Gimenez. Attım uzağa oyuna. Son Heung-min. Messi'ye görür. Top getmir Messi. Messi'ye kəlləlik verir. Görsən. Üf. Gimenez. Attım. Akanji. Son. Virgil van Dijk. Top kesmir. Mario Gimenez. Attım. Son biraz kafa topuna şey olsaydı. Koymadı. Alexander Arnold. Al olsun Alexander Arnold'a. Uzaqlaşdırdım. Top alta getdi. Kron bir də oyun gedir. Qəşəng gedirik. Bizdə rəqib də. Təbrik edirəm. Rəqibi də. O nə edir bu? Arnold nə edir? Son Heung-min. Pas ata. Son Heung-min. Bir dənə beceri antrenmanı basacağım. Kəllə sıxsa qəşəng olar. Son. Vurdum. Gol! Gol! Və ilk golumuzu atdıq. Rəqibimizə qarşı ilk golumuzu atdıq. Topu ala bilmədim. Aldıq. Yes, oyun da birinci yarı bitdi. Çox qəşəng. Nə tər gol atdım bilmədim. Böyük ehtimal oyunçusunu çıxaracaq. Hansı oyunçusunu? Çıxartmadı. Promoyunu hazır verdi. Nə yapın? Birinci vədi görürəm. Messi'ye kafa topu atıram. Bax, məndən nə gözləyərsən indi bunun üçün? Messi. Pas at. O boyda Van Dijk gəlir Messi'nin yanında dayanır.
Kylian Mbappe vurdu. Donnarumma. Bir də mənə deyə bilərsiniz, yorumlara yaza bilərsiniz bu qapısını necə çıxarırlar. Mən bilmirəm bunu. Ona görə çox qol yeyə bilərəm. Qapısını çıxartmağı bilmədiyim üçün. 6 pas eləyəcək, pas verəcək. Bu oyunu bilmir. İkili müdafiə. Mən ikili müdafiə oynayıram. Mən niyə ikili müdafiə oynayıram? Dəngəli oynayacağım qal. O deyə, nədir onun adı? İkili müdafiə oynayır. Ona görə vura bilmir də. Diego Costa. Uzağa atdı. Phil Foden. Messi ala bilmədi. Akanji. Frank Anaya. Phil Foden. Uzaqlaşdırdım. Out. Out olsa da yenə də uzaqlaşdırdım. O qəşəng oldu. Alan Varela. Ata bilmədim. Kaysedo. Kaysedo çox işimə yaradı. Bunun xoşuma gəldi Kaysedo. Hop. Messi'yə qəşəng bir pas. Ayda kəsə bilmirəm. Arnold qəşəng. Hop getdin. İş. Pas atdım. Son. Messi. Arnold. Messi. Messi. Ağa be. Çox qəşəng getdi. Gol girmədi. Gol girsə çox qəşəng olardı. 2-0 qabaqda olardım. Messi. Trent Alexander-Arnold son. Kafa vuramır. Mən bu sona 100% kafa basmalıyım. Ya da tez dəyişməliyəm sonu. Sonu boyu balacadır, yəni kafa vura bilmir. Messi. Mən həmişə eyni yerə atıram. Həmişə də eyni yerdən kesir. Özü həmişə də Messi ilə gedir oradan. Beraldo atdı qabağa. Frank Anaya, Kaysedo. Pas atdım. Son. Bu sonu dəyişdirəcəm. İşimə yarayır, amma kəllə ata bilməyir, şey eləyə bilmir. Son yavaş qaçır özdə biraz. Çox qəribə yerə atdım pası niyəsə. Alan var ya. Topu alıb uzaqlaşdırım bir də. Qəşəng. Trent Alexander-Arnold uzaqlaşdırdım son. Van Dijk. Van Dijk hava bir dənə müdafiədə. Gör nə boydadır. Sonra ona neynəsin? Lionel Messi. Kesmirdi də. Kesmirdi də. Yürüşə də bilmədim. Uzaqlaşdır. Şey var ya. Şey var Sanovic. Yenə qəşəng. Şey Mario Gimenez. Messi. Varasanovic. Oh! Qəşəng. Son göstərilir. Və bu oyunu da utduq. Qəşəng. Nəzə, bilmədim də. Qəribə oldu. Sona da level gəldi. 82 oldu. Kaysedo'ya da verəcəm. Kaysedo xoşuma gəldi. Neyse, birinci gedib görək başqa oyuncu ala bilirik. Şimdi görək. Etkinlik PvP'də də etkinlik var. PvP'də etkinlik nədir? Neyse, hər iki lazım deyil. Birinci baxaq YZ-də etkinlik. Etkinlik YZ-yə qarşı. Team Leap Trials nədir? 9-cu Anivers nə idi oxuya bilmədim. United. Hə, bax burada becəri antrenmanı proqramı verir. Spanish burada nə verir? National Club Internal. Neyse, United'la oynayaq. YZ-yə qarşı. Bu nədir belə? Ayda, bunun 2 nəfər deyildi. Neyse, National Team oynayaq. Deməli, ödül olaraq nə verir? Ödül görmədim, heç nə olmaz. Başlayaq. Hırvatistan.
bildiyiniz taktiklər varsa, mənim bilmədiyim, mən böyük ehtimal ümumiyyətlə çox taktiki bilmirəm mən. Ümumiyyətlə taktik bilmirəm, çalımzad bilmirəm. Onları mənə yaza bilərsiniz yorumlarda. Ki, nə yazdınız mən bilməmiş olacağam, narahat olmayın. Ona görə rahat olun. Yazın hamısını. Pas atdım, Varesonovic. Vurdu. Out. Hə, ümumiyyətlə bildiyiniz taktiklər varsa, oyunla bağlı, kimi hara qoyum, onları yaza bilərsiniz mənə. Yəni yoruma da. Phil Foden. Out. Ala biləcəm? Yox, məncə. Aldım. Pas atdım. Son. Guardiol. Dominik Livakovic. Messi. Oh! Pasalik. Mario Gimenez. Varela. Akanji. Phil Foden. Son. Ala biləcək son. İcazə vermədi, alın. Uzaqlaşdırdı topu. Mateo Kovacic. Ala bilmədi. Valverde. Frank Anaya. Pası verdim. Son. Son. Promoyla qapıya. Gəlişinə qol. Çox gözəl bir qol. Frank Anaya asisti. Sonun mükəmməl qolu. Deməli, Messi. Ayda, topu xəttətdə bilmədi Messi. Eyb yoxdur. Neyse. Messi. Ala biləcək topu. Yox, alamadı. Arnold. Orta sahaya bir dənə Kevin De Bruyne yaxşı olardı əslində. Sona qəşəng bir pas, amma qapsın yanına. Livakovic, Phil Foden. Kafa. Hə, son aldı topu. Messi, Messi gedir. Yox, da Varesonovic'dir bu. Yala, sona qəşəng bir pas. Son havada və eyni qoldan bir dənə də. Son yenə də havada vurdu qolu. Aslında bilmədim, yerə düşdü, sonra vurdu, görmədim, amma deyəsən havadaydı. Son və hat-trick. Son hat-trick elədi. Bir gözəl qol daha. Son. Son ala bilmədi. Borna Sosa. Messi'yə. Ya mən bu dal varısının hepsini niyə Messi ilə qarışdırıram? Nömrəsi də özü 10'dur. Phil Foden. Qaldırdım. Son. Yenə vuranmadı. Hat-trick'i 4 eləyə bilmədi. Hə, Guardiol. Arxasını tutdum. Sosa'ya verdi. Ala bilmədim. Varesonovic ala biləcək. Aldı. Messi. Messi. Gördüm. Phil Foden. Phil Foden. Qaldırdı. Son. Kafa. Yəni qol olmadı. Öz qapısına vurmadı o. Yox. Korner. Adam dəyişin. Messi. Soldan Messi başladı. Ayda Phil Foden niyə sol ayaqlı deyil? Varesinin üstündən başlayayım. Oyda deyəsən qoldu. Ayda. Bax bu xəttə bax. Bu xətt var ya, bax bura gətirməliyəm. Yuxarını tuttum biraz sondan. Aldım sondan. Aldım son. Qəribədir. Bu da qəribə bir şut. Son. Hər yerdə sonu görürəm. Son. Gözəl bir qol daha. Klasa ilə uzaq köşə. Varesonovic gedir. Son 5 dənə vursun qoy. Son.
Daha diye sözüm yoxdur. Və birinci yarı bitdi. Və Hırvatistan başlayır. Barcelona vs Hırvatistan. Arnold aldı topu Arnold. Messi yuxarıdan get də. Messi'ye qəşəng bir pas. Çox gözəl. Son içəri gir. Qaldırdım sona. Son kafa atılası oyuncu deyil özümün. Sonra kafa atmaqdansa götürərəm. Messi ilə kafa ataram daha yaxşıdır. Nəsə en azından vurar. Getdik Frank Anaya. Bir dənə də bununla vurum. Görün bu vura bilər. Yox mənlik deyil. Son Heung-min. Federico Valverde. Lionel Messi hop qəbul elədi. Qəşəng. Phil Foden kafa vuramadı. Deməli Luka Modric pasını atdı. Andre Maria Gimenez. Hop pas attı. Varela da Varasanovic görüşünə gol deyil. Deməli pas attı. Josko Gvardiol. Sosa. Arnold aldı topu. Messi qəşəng. Pas attım son. Varasanovic son vurdu. Livakovic. İndi yenə də bu dəfə Messi ilə yox. Duran topları kullanan oyuncu bu dəfə kim var? Arnold var imiş məndə belə vuran. Al bunu fırladım biraz. Gol 100%. Ayda. Federico Valverde gol değil. Messi kafaya qalxır. Bu nə fantazi? Varela qaldıracağı bu. O qaldırmadı. Özü qəşəng vurdu. Varasanovic ala bilmədi. Phil Foden. Ala bilmədi. Luka Sucis. Bu ne zattı? Luka Modric'in qardaşı. Phil Foden. Bu Guardiola'nın başına dəymədi var. Eşi olardı. Bu dəfə Messi ilə vuracam buradan. Messi deyil buna kullanan. Hələ Messi'ymiş də buna kullanan. Denəndə. O nə yaxşı. Vurra. Bəli uşaqlar vurra. Mən neynirəm? Hazır Mario Gimenez'e gəlmişkən bir dənə də gol. Olmadı. Deməli. Piyaka oyuna girdi. Sıxır. Son aldı topu. Son vurdu. Mükemmel bir golda. Sonra top alabilmədim. Messi alabilmədi yenə. Pas attım Valverde. Qaç aşağı. Varasanovic çatdı. Hop. Plası bir gözəl Livakovic. Buraxar mıyız onu? Arnold. Pas attı. Varasanovic. Yumruq attı bildin.
Son. Aga be, qəşəng vurmuşdu. Nəysə, bu oyunu da utduq. Oynadığımız bütün oyunları utduq bugün. Frank ana yenə dəli kimi səviyyə gəlir. Adaylı sözləşmə gəldi. Hələ ödülə də var. Aydı. Neyse, bir tane de oyuncu seçək. 4 yıldız. Oyunu burada bitirək. Videonu burada bitirək. Sözləşmə. Oyuncu listesi. Kim var? Seçə biləcəyim. Altı oyuncu var. Neyse. Qal. Son sırfı da, yəni hücumdur. Diego Carlos. Sonra Fabrizio. O boyu uzundur Fabrizio'nun. Boyu 1.92. Qəşəng. Bunu ala bilərəm. Ayda. 4-5 imiş bu. Dali sözləşmə. Boyu uzun olan. Erik ofans ortası, stoper. Bakın görüm. Burada kim var? Hücum yoktu yani. Ben 4 hücum yoktu. Buradan baxaq. Hə. Bunu da boy balazadı. Bunlar niyə boy balazadı? Heç kim yoxdur. Nəysə. Qoymuşsandan. Hə, burada da heç nə yoxdur. Görevlərdən də əgər bir şey varsa. Görüm. Ama təsadüf anlaşma. Şansa bak. Ha, niye bu? Məndə 2 dənə var. Ronaldinho, Galso. Hələ var bu. Oo, bunlar çox yaxşıdır. Bu paket çox yaxşıdır. Nəysə, uşaqlar, videonu burada bitirirəm. Özünüzə yaxşı baxın. Gələn videolarda görüşərik. Sağ olun, salamat qalın.